Gərək təhlil qabiliyyətin artsın ki, sənin imamın gəlsin, işlərə sahib olsun. Yoxsa dünyanı idarə eləmə əvəzində 24 saat sən suallar var, cavab verməlidirlər. Sən gərək bir yerə çatasan ki, haqq əhlinin hərəkətini göydə işarədən tuta biləsən. Bu kör-köranəlidir, yox, bu əksinə bəsirətin ən ali zirvəsidir. Haqq haqdır, nahaq nahaqdır. Hara çəksən, çevirsən belədir. Bir yerə gəlib çatmalıdır da bu cəmiyyət ki, haqqı göydə tutmalıdır ki, bəli, bu kişi haqdır. Bu adam haqdır, bunun sözü haqdır. Haqdır da haqdır. Haqq olmağı üstündədir. Bunu necə müəyyən eləmək olar? Bu qəlbdən asılıdır. Deyir ki, meyvəni kəssəm, desəm yarısı halaldır, yarısı haram. İmam Sadiq əleyhissalam. Zürarə sual verməz ki, bu necə olur? Zürarə fanatdır, nəuzubillah, ağılsız adamdır, yox, ən ağıllısıdır. Düzünə hikmət gəlir bir yerə çatır ki, bilir imamdır qabağında dayanan. Başqalarından iki cür tabi olmaq var. Bir kör-köranə. Kör-köranə tabi olan kör-köranədə tabiçilikdən çıxır. O heç. Bir də var ağıl və bəsirət səbəbindən gəlirsən bir yerə çatırsan ki, bu İmam Cəfər Sadiq əleyhissalamdır. Bunun hərəkətində heç bir nöqsan ola bilməz. Bir beləsi vardı, bir də vardı. Cənabətli vəziyyətdə gəlmişdi məclisə. İmam Sadiq əleyhissalam dedi ki, cənabətli bizim evlərimizə gəlməyin. Bu deyib başa düşdü, durdu, getdi, qüsul aldı, gəldi, düz istəyirəm ağa falan. Dedi, oldu da düz istəməli bir şey yoxdur. Durdun, getdin, qüsul aldın falan. Sonra bir üstünə dedi, dedim mən imtihan eləmək istəyirdim səni. Bilim, görüm sən nə qədər imamsan. Bir var hələ oyla imtihana çəkir imamı. Bir də var ki, imam dedisə, qəlbi gəlib bir vəziyyətə çatıb ki, bütün vücudu ilə iman gətirib, inanıb, qəbul eləyib.